Hər birini salamlayıram, bizi izləyənlər, dinləyənlər. Bugünkü qonağımız HR Hunter şirkətinin, konsalting şirkətinin həm təlimçisi, həm təsisçisi olan İlkin bəydir. İlkin bəylə bugünkü mövzumuz gənclərimizlə bağlı olacaq. Onların iş tapmaqlarında, əmək bazarında olan çətinlikləri ilə bağlı olacaq. İnşallah bu günləri İlkin bəylə maraqlı bir, çox maraqlı müzakirəmiz olacaq. İlkin bəy, xoş gəlmisiniz. Xoş gördük. Xoş gəldiniz. Çox belə maraqlı müzakirəyə gəlmişik və inşallah ki, sizin faydalı tövsiyələrinizdən faydalanacağıq. Siz də özünüzü təqdim edin daha rahat, açıq şəkildə və başlayaq. Təşəkkür edirəm əvvəlcədən bu həm gözəl veriliş üçün, əminəm ki, bu veriliş gələcəkdə hər bir şəxs üçün, xüsusilə gənclər üçün çox möhtəşəm bir karyeralarına aparan bir yol olacaq. Çünki çox dəyərli mütəxəssislər gəlir, çox dəyərli fikirlər paylaşılır və buna görə sizə sadəcə böyük təşəkkür düşür. İlkin Mirzəzadə, HR Hunter şirkətinin rəhbəriyəm. Eyni zamanda insan resursları təlimçisiyəm, insan resursları konsultantam. 10 ildən artıqdır ki, artıq idarəetmə sahəsində fəaliyyət göstərirəm. Bu dövr ərzində minlərlə gəncə həm təlim keçmişəm, onların inkişafı üçün bir vasitə rolunu oynamışam. Yüzlərlə gəncin iş tapmasına dəstək olmuşam, yüzlərlə gənci maarifləndirmişəm və əminəm ki, bu veriliş sayəsində də azacıq da olsa şəxsləri maarifləndirəcək, onlara istiqamət verəcək. İnşallah, həqiqətən də sizin təlimləriniz barədə məlumatlıyam, izləyirəm. Çox faydalı insanlardan birisi cəmiyyətimiz üçün. Bir daha təşəkkür edirəm. Bəli, gördüyünüz işlər çox təqdirə layiq işlərdir. Fəxr edirik ki, gənclərimizin arasında siz də varsınız. Mövzumuz gənclik və gənclərlə bağlı olmuşkən belə bir sual verim. Hər bir dönəmin gənclərinin bir tələbatı olur, bir maraq dairəsi olur. Bugünün gənclərinin maraq dairəsi nədir, tələbatı nədir və gənclərimiz nəyə acdır? Gənclərimiz eşidilməyə acdır. Gənclərimiz yenilik istəyir. Gənclərimiz monotonluğu sevmir. Əvvəl necə idi? Məsəl üçün bir gənc universiteti bitirirdi, karyerasına başlayırdı, monoton bir stabil rejimlə gedirdi. 20 il, 30 il, 40 il bir iş rejimində, yəni ki, iş yerində işləyirdi. İndi artıq işləmir. Hətta bir iş yerində qalma müddəti o qədər aşağı düşüb ki, belə deyim də, bir il bir nəfərin işdə qalması, yəni çox böyük bir hadisə kimi gəlir artıq. Dinamika istəyirlər, yenilik istəyirlər, qarşı tərəfdən empatiya istəyirlər. Yəni tələbatları həddindən artıq çoxdur və nəsil də dəyişdikcə bu tələbatlar getdikcə artacaq ki, azalmayacaq. Ona görə də biz məcburuq ki, buna adaptasiya olaq və iş yerlərimizi, ümumiyyətlə düşüncələrimizi bunun üzərinə fokuslayaq. Yaxşı, bu gənclərimizin iş tapmaqlarında ən böyük problemi nədir? Ən böyük problem nə? Davamlılıq söhbəti var və istək söhbəti var. Yəni bir nəfər bir şey edir və onunla da məsələni qurtarır. Məsəl üçün deyək ki, 3 yerə, 5 yerə CV atır, sonra dayandırır. Deyir ki, məni istəmirlər və yaxud da ki, idealda olduğu bir şeyi beynində yaradır, amma o illüziya ola bilər. Məsəl üçün ki, mən belə bir şirkət istəyirəm, o şirkət Azərbaycanda bəlkə də yoxdur, amma Amerikada ola bilər. Yəni bunu istəyir, amma ona çatmır, çatmama nəticəsində də xəyal qırıqlığına uğrayır. Amma yəni burada əsas məsələ inadkarlıq olmalıdır. Yəni mən bir yerdən başlayım, sonra o bir yerin daha yaxşısını əldə edərəm. Məhz mükəmməlliyə qaçırlar. Mükəmməlliyə qaçdıqları üçün də uğursuzluq olur. Bu cəmiyyətimizdə hələ də bəzi yerlərdə dırnaqarası dayday söhbəti qalıb. Bu dayday nə vaxt ləğv olacaq? Və yaxud da ləğv olub bizim gənclərimizin xəbəri yoxdur. Motivasiyaya çox təsir edən amillərdəndir bu. Dayday söhbəti, belə deyim də, həmişə var və 50 il keçsə də olacaq. Avropada da var, Amerikada da var. Bəli. Deyim ki, oradan dayday kimdir? Sən daydayın sənin networkingindir. Bəli. Daydayın sənin həmin o çevrəndir ki, məsəl üçün şərti xaricdəki şirkətlərdə sən o şirkətlərə girmək üçün daxildə kimlərsə tanımalısan. Daxildəki işləyən tanışların səni tövsiyə eləməlidir. Ondan sonra sən o işə girə bilərsən. Yəni heç bir tanış olmadan işə girə bilməzsən o dərəcədə. Bu onun müasir formasıdır. Azərbaycanda birazca ənənəvi forması qalıb hələ də. Əminik ki, bu da yəni ki, yaxın ərəfələrdə artıq yaxın bir 10 ildə ümumiyyətlə olmayacaq. Çünki tendensiya onu göstərir ki, bilikli, bacarıqlı, qabiliyyətli, iş görən
Yəni Şəxsi iş görən söhbətiniz var. bəli, iş görən adam istəyirlər indi. Yəni gəlsin otursun, sadəcə vaxt keçirsin, belə söhbət yoxdur. Bəli. İş görən, gəlsin, iş görsün. Eyvallah, mən ona hər maaşı da verəcəm, hər cür şərait də yaradacağam, amma iş görsün. İnşallah tək el olsun. Bəs bu iş axtarışına başlayan gənc hansı etapdan hardan başlasın uğurlu iş axtarmağına və bu məqamda elədiyi səhvlər nədir ki, o gəlir CV göndərir, sonra bezir ki, olmadı. Elədiyi səhv elə universitetə girən ərəfədə başlayır. Elə bilir ki, yəni belə də qalacaq, hər şey əla olacaq, mənim diplomum, mənim hər şeyimdir. Çox təəssüf ki, burada cəmiyyətin maarifləndirməsi də böyük rol oynayır. Cəmiyyət ona elə aşılayır ki, sən diplom al, hər şey məsələ qurtaracaq. Amma gənc bilməlidir ki, həmin 4 il onun qızıl dövrüdür. Yəni təlimlərə getməlidir, seminarlara getməlidir. Bilirsiniz, gənclik illərində, xüsusilə tələbəlik illərində insan səhv eləyəndə onu deyirlər ki, gəncdir, tələbədir. Amma insan gəlib 30-35-də səhv eləyəndə deyirlər ki, yekü insandır, niyə bilmir ki, o səhv eləyir. Səhvi hər yerdə eləmək olar, o problem deyil. Amma gənclikdə daha çox eləmək olar. Səhv eləməkdən qorxmamaq lazımdır. Yəni hər şeyi yoxlamaq lazımdır. Bəzən olur ki, insan bir karyera başlayır, 10 il sonra ayılır ki, mən burada olmalı deyiləm. Ona görə də gənclik illərində nə qədər çox sınasalar, nə bilim, maliyyəyə getsin, satışa getsin, marketinqə getsin, dayanmasın bir yerdə. Ta ki özünü tapana qədər. Özünü tapandan sonra ona yəni ki, yapılır. Siz deyə düşünmürsünüz, bəlkə də bunun kökündə bəzən valideynlərimiz yatır. Çünki uşaqları kökləyirlər ki, universitet oxumalısan. Mən demirəm universitet oxumasın bir şəxs, oxusun. Amma bir insan əl bacarığı və ya hansısa bir xüsusi bacarığı varsa, bəli, hansısa peşə istiqaməti var, yaxşı varsa, niyə o istiqamətin formalaşmasın? Məqsədimiz bizim maraqlı mənə ki, biz maariflənmək istəyirik, yoxsa pul qazanmaq istəyirik. Məqsədimizi bunu da məncə aydınlaşdırmalıyıq. Siz necə düşünürsünüz? İlk səhv valideynlərimizdən başlayır. Bizi sıxan cəmiyyətdirmi, valideynlərdir, mentalitetdirmi? Ümumiyyətlə, baxın 90-cı illərdə hamı öz uşağına deyirdi ki, neft sektoruna get. Neftdə pul var. Çünki Azərbaycan neftin boom bir erası idi da. İndi deyirlər ki, IT sektoruna get, IT-də pul var. İndi hamı tökülüşüb belə deyək də IT sektoruna, tələb təklif pozulub, hər şey dağılıb gedir. Yəni bu cəmiyyəti birinə uçuruma aparır. Yəni cəmiyyətə müğənni də lazımdır, cəmiyyətə pinəçi də lazımdır, cəmiyyətə dərzi də lazımdır, cəmiyyətə belə deyim də HR da lazımdır, marketoloq da lazımdır, hər vəzifədən lazımdır. Əgər biz bir sahədə həddindən artıq təklif yaratsaq, tələbat, yəni ki, ondan iqtisadiyyatın qızıl qanunudur. Üst-üstə gəlməyəcək. Həmin gənclər işsiz qalacaq. Sonra həmin sahəni belə deyəndə pisləyəcəklər ki, gəldik, oxuduq axı, niyə bir şey olmadıq. Ona görə də yəni burada həm valideynlərin günahı var, həm cəmiyyətin günahı var, səhv yönləndirmənin günahı var. Hər bir yəni ki, ağızdan çıxan söz çox dəyərlidir. Yəni ki, bir şəxs bir sahə üzrə səhv bir məlumat verməsi 10 nəfərin zəhərlənməsinə, yəni ki, beyin olaraq zəhərlənməsinə gətirib çıxarır. Çünki siz demiş, otururlar, fikirləşirlər, bu gün də IT sektorunda məsəl üçün qəşəng pul var, amma hər kəs professional yaxşı, əmək bazarının ehtiyac duyacaq IT başqadır. Neft qaz mühəndisi tamam başqadır, marketoloq da tamam başqadır. Özünü birinci tanımaq lazımdır ki, bu gün IT aktual sahədir, gəlirli sahədir, pullu da sahədir. Bəs mən bu IT-nin dəyərləri mənim dəyərlərim üst-üstə düşürmü? Mən bunu işi bilirəmmi yoxsa yox? Bəs mən universitetdə necə tutulur? Universitetdə gənclərimizi kifayət qədər karyera hazırlayırmı sizcə? Məncə hələ çox inkişaf eləməlidir. Bəzi universitetlər təbii ki, müəyyən təşəbbüslər göstərir ki, gəncləri daha yaxşı hazırlayaq, amma çox saylı boşluqlar var. İxtisaslarda boşluqlar var. Məsələn, kifayət qədər ixtisas var ki, nə üzrə ixtisaslaşdığı bilinmir. Məsəl üçün, mən ümumi iqtisadiyyatı qurtarmışam. Amma iqtisadiyyat o qədər geniş bir şeydir ki, yəni mən hansı ümumi bilinmir. Hansı ümumi bilinmir də. Mən belə deyim də vaxtında ayıldım, çox sahəni yoxladım. Artıq belə dedim də gördüm ki, idarə etmə HR mənim üçündür. Amma bunu eləyə bilməyənlər var. Yəni ki, bu da normaldır. Ona görə də universitetlərin çiyninə böyük bir yük düşür əslində. Yəni düzgün ixtisaslaşma olmalıdır. Burada təbii ki, kommersiya məqsədləri var. Bu normaldır ki, universitet pul qazanmalıdır, amma universitet əsas bilməlidir ki, mən bu 500 nəfəri, 1000 nəfəri götürdüm. Yəni ki, 4 ildən sonra bunları məzun elədim. Onlar əmək bazarında nə kimi fəaliyyət göstərəcək, neyniyəcək, hansı vəzifələrdə işləyir, bir ölçmək lazımdır. Yəni burada statistika, ölçüm çox önəmlidir. Əgər görünürsə ki, bu ixtisas uyğun deyilsə universitetə,
Yəni ki, bunu qutaranlar elə gedir, adi bir işlərdə işləyirsə, deməli lazımsız bir ixtisasdır. Yəni bəlkə bunu dəyişək, daha yaxşı eləyək. Yəni bunlar da yəni çox önəmlidir. Bu cəmiyyətimizdə təəssüf ki, o qədər deyirlər ki, 2 universitet qutarıb, amma avtobus sürücüsüdür. 2 universitet qutarıb, nə falan yerdə fəhlədir. Mən maraqlı ki, bir cəmiyyətdə olan bu gəncimiz ya bezir iş axtarmaqdan, rahat işə qaçır və yaxud da o artıq özünü ixtisasını tapa bilmir. Mən nə olmalıyam, nə kim olmalıyam, necə kimi fəaliyyət göstərməliyəm. Yəni bizim cəmiyyətdə də təəssüf ki, HR var, məsələn, siz əmək bazarında geniş HR-lar var, amma yaxşı HR, professional HR azdır. Təəssüf ki. Çünki sizin kimi şəxslər məsəl üçün fikir versiniz ki, gəncə nə istəyir? Siz bunu fikir versiniz deyə 1000-dən çox gənclə işləyə bilirsiniz. Amma bunu dözümü olmayan HR işləməməz təəssüf ki. Bəli. Yəni ümumiyyətlə şirkətlər bu dəqiqə yaxşı kadr axtarırlar və yaxşı da əmək haqqı verməyə hazırdırlar. Amma o əmək haqqını almağa, o yaxşılığa layiq insanlar çox azdır. Olanlar da işləyir. Mən sizə deyim ki, onlar heç vaxt işsiz qalmır. Yaxşı da əmək haqqı alırlar, yaxşı yerlərdə işləyirlər. Kifayət qədər tanıdığım insanlar var. Bəzi şəxslər birdən narahatçılıq törədəndə ki, Azərbaycanda iş yoxdur, bu yoxdur, o yoxdur. Deyirəm, tamam, sən deyirsənsə elə, bəs mənim ətrafım niyə belədir? Yəni bu şəxslər də var axı. Onların eləmədiyi nədir ki, elədiyi nədir ki, sən onu eləmirsən? Onu tap, əslində çox sadədir. Yəni o nə elədi ki, mən eləmədim və o mövqedədir, mən deyiləm. Mən onu eləyim, özümdə tətbiq eləyim. Yəni əziyyət çəkmək maksimum 1 il olur. Bəli. Yəni ixtisası öyrənmək, bir təcrübə keçmək, sonra işə başlamaq 1 il vaxtını alır. Ömürdən 1 il vermək çox çətin bir şey deyil ki, mən daha da zirvələrə doğru gedim. Ya bunu vermək lazımdır. Hə, zirvəni fəth etmək istəsən məncə yol getməlisən. Yol getməlisən, yəni ki, o yan bu yan yoxdur. Biz 1 il yox, 4 ilimizi ayırdıq universitetə, 2 ildə magistr, bunun ardından doktorluq, diplomları aldıq, hamısı da qırmızı. Bunların iş həyatında rolu nə dərəcədə böyükdür? Ki çox adam motivasiya olur ki, mənim qırmızı diplomum var, çox yaxşıdır da, yəni cehizimin üstündə də aparım, amma iş tapa bilmirəm. Məndə qırmızı diplom olmayıb, göy diplomdur. Heç yerini də bilmirəm bu dəqiqə hardadır. Qırmızı diplomla qutaran nə qədər mənim qrup yoldaşlarım var, çoxsu işsizdir. Yəni magistrda qutarıblar, magistrda qırmızı diplomla qutarıblar. Bu kök səbəbi yəqin özümüzük. Bilirsiniz, reallığa gələk. Azərbaycanda magistr ona görə oxuyurlar ki, oğlanlar əsgərliyə gec getsin. Qızlar da gec evlənsinlər. Ona görə də yəni bu problemlər olur və biraz belə deyək də fərqli eləyim. Onun fərqlənmə nüansı qırmızı diplom almaqdır. Amma qırmızı diplom almaq cəmiyyətdə fərqlənmək demək deyil. Yəni mən düşünməliyəm ki, mən hətta bunu tələbəlik illərindən düşünürdüm. Hətta qrup yoldaşlarıma da deyirdim ki, biz qutaracağıq. Biz nə ilə qutaracağıq? Biz nə edəcəyik? Ümumiyyətlə nə iş gördük? 4 il qutar, 4 ildən sonra belə qal ki, iş mənə tapacaq. Tapmayacaq heç sən. Yəni sən heç nə tapmayacaq. Yəni sən otursan, təsəvvür eləyin, su çıxartmışıq, istehsal elədik, qoyduq bura. Onun reklamını aparmasaq, onun hekayəsini yazmasaq, insanlar oradan su alacaq, almayacaq. Yəni hər bir insan hekayədir. Əslində sən işə qəbulda hekayəni satırsan. Sata bilmirsənsə deməli sən yaxşı marketoloq deyirsən. Hə, marketoloq deyirsən. Bəs HR-lar belə savadlı, belə öyrənmiş kadrı özlərində saxlamaq üçün nələr edirlər? Star işçiləri. Hə, o artıq belə deyək də HR-ın məsuliyyətində olan ən böyük belə deyim də öhdəlikdir. Çünki yaxşı iş şəraiti təmin etmək lazımdır. Onların belə deyim motivasiyasını daim pikdə saxlamaq lazımdır, yaxşı saxlamaq lazımdır. İş yerində müsbət həyəcan oyatmaq lazımdır. İş yeri daimi inkişaf eləməlidir. Yəni təlimləndirmə olsun, qeyri-maddi motivasiya alətləri olsun, digər maddi motivasiya, yəni maaşlar, bonuslar, iş şəraiti. Yəni hətta çox кейs görmüşəm ki, insanlar artıq iş yerinə çox da yanaşmırlar. Məsəl üçün bir IT vakansiyası var idi, bir şirkətə konsultasiya eləyirdik. Şirkət 4 günlük iş qrafikindən işləyən şirkətdir, xarici şirkətlə işləyir. Şirkətin ofisində duş almaq üçün belə yer var. O dərəcədə, yəni ki, yatmaq üçün, yeməyini verir, hər şeyini verir. Ora gələn
adam düşünür ki, hə bu görər də işləyər də burada. Amma gəlib işləməmişdən qabaq soruşurdu, şirkətin nə layihələri var? Mən orada inkişaf eləyə biləcəm yoxsa yox? Hə gəldim 1 ay, 2 ay mən onu çöldə də təmin eləyə bilərəm də. Amma artıq bu inkişafı istəyirlər. Yəni iş yerində inkişaf yoxdursa, orada dayanacaq bəlli bir müddət sonra. Bir də müəllim, deməli bizim gənclərimizin ən böyük problemlərindən biri universiteti bitirir. Amma valla ki işi bir işə müraciət edir, HR deyir ki, sən bizə uyğunsan, amma təcrübən yoxdur. Hamı təcrübə istəyir, amma bu şəxs işləməsəniz təcrübə qazana bilər. Təcrübəsiz biri şans vermək lazımdır ya yox. Bir gəncimiz deyir, harda təcrübə yoxsa, hamı təcrübə istəyirsə əgər. Təcrübə ümumiyyətlə şirkətlərin korporativ sosial məsuliyyəti olmalıdır. Ki mən ən azı ildə ən azı minimum bir 10 nəfəri bazara hazırlayım. Onlara təlim keçim, onlara təcrübə verim ki, yəni təcrübəçi, belə təcrübəsi olmayan şəxs hardansa başlamalıdır. Yəni şirkət də bunu bilməlidir ki, bu yeni məzun olub, düzdür, elə şəxslər var ki, tələbəlik illərinə təcrübə keçirir. Bu müsbətdir onun üçün. Amma yerlərdə limitdir daxı. Yəni bunu nəzərə almaq lazımdır. Yəni hər bir şirkət bilməlidir ki, sıfırdan adam götürüm. Yəni bir 10 nəfər, 5 nəfər, 10 nəfər. Bunu eləyən şirkətlər də var. Götürüm, yetişdirim, əmək bazarına təqdim edeyim. Hətta lazım olarsa özümdə saxlayım. Özüm üçün belə deyim də. Yaxşı işçi olsun. Bəli, yaxşı işçi olsun da, niyə də yox? Çünki praktikada da bunu görmüşük ki, sırf şirkətdə yetişmiş işçi sıfırdan o şirkətə daha loyal olur. Təbii ki. Orada gözünü açıb, orada görür, orada öyrənir. Bəli. Sədaqət baxımından da çox sədaqətli olur ki, çox. Ki mən əmək bazarına çıxardan qaytaran şəxs. Bəli. Yəni çox sədaqətli olur, çox belə loyal olur. Bu təcrübə proqramlarının universitet vaxtında keçdiyimiz və yaxud könüllü fəaliyyət göstərdiyimiz bunların bizə əmək bazarına dəstəyi varmı? Siz nə düşünürsünüz? Belə deyim də, ixtisasa uyğun təcrübə proqramları var və olmayan təcrübə proqramları var. Müəyyən könüllülük proqramları var ki, bunlar ixtisasa uyğun deyil, amma sənin komanda vərdişlərini, insanlarla işləmə vərdişlərini, ən az ora getmək üçün intervyudan keçirsən, proseslərdən keçirsən, sənin müəyyən mənada digər belə yumşaq bacarıqlarını cilalayır. Amma var ki, ixtisasa uyğun, artıq sən orada peşəni öyrənirsən. Yəni ixtisası öyrənirsən. Yəni iki istiqamət, ikisi də olmalıdır əslində. O da olmalıdır, bu da olmalıdır. İkisi kompleks olanda super olur. Cəmiyyətimiz amma bu gün fikir verirəm ki, hərçənd ki 2020-ci il könüllülər ili hesab olunmuşdu bildiyim qədərilə. Hələ də könüllülük, təcrübəçilik qarşılığında bir məbləğ olmayan bir şey tam ciddi qəbul eləmirlər deyə tam fokuslanmırlar ona. Halbuki onun əhəmiyyəti böyükdür. Yəni nəzəri oxuyub məktəbi bitirən biri, daha sonra universiteti bitirən biri işə götürənin də yanında qırmızı diplomu ilə, yaxşı rəqəmləri ilə, göstəricilərlə dayana bilmir. Mütləq ki, təcrübənin, sosiallığın önəmi var. Həm də o təcrübə dönəmində müəyyən qədər özümüzə də peşəkar mühit formalaşdırmağa köməklik göstərir. Networking məncə tələbəlik həyatından başlayır. Mən fikirləşirəm ki, bu günləri ilkin mənim bir HR Hunter şirkəti var. Mən tələbəyəm. Mən neynim? İlkin mənim bir yazım, təcrübəçi iş saxtarı. Gedim o yanında elə özümü yaxşı tərəfdən göstərim. İlkin mənim ya özü, ya da ki kiməsə məsləhət görə və mənə referans da day deyirik də. O daylıq məni eləyər. Mən gedəm hardasa işə düzələrəm. Amma təəssüf ki, bizim tələbəçilik həyatında 4 ili çox vaxt boşuna xərc edirik. Tələbəçi yaşamaq istəyir. Amma təəssüf ki, bunu məncə etməməliyik. Mən hətta 2013-ə qayıtsaydım, ilk birinci semestrdən hər hansı bir yerdə başlayardım könüllüyə. Çünki mən düşünürəm ki, mən networking böyüməyi 2021-dən sonra daha yaxşı olub. 2021-ə kimi başqa idi, 2000 daha böyük geniş olub. Və bunu məncə təşviq edən universitetlər də olmalıdır. Universitetlərin daxilində karyer mərkəzləri bəzilərində var. Məsələn, bildiyim qədər Xəzər Universitetində var, amma bu bütün Bakı universitetlərdə var, Bakı Universitetində var. Bəli. Bu təcrübəyə qayıtmışkən sizin öz şəxsi təcrübənizdən maraqlıdır. Siz tələbəliyə qayıtsaydınız, nələri dəyişiklik, fərqli eləmək istəyərdiniz? Düzü mən tələbəliyə qayıtsaydım, elə olduğu kimi qalardım. Niyə? Çünki mənim tələbəlik illərim zəngin keçib özümə görə. Yəni mən təcrübə də toplamışam, qeyri-hökumət təşkilatı da qurmuşuq. Orada sədr müavini, sədr hətta vəzifəsinə yüksəlmişəm. Nə qədər layihələr eləmişəm. Yəni gənclərlə çox işləmişəm. Halbuki özüm gənc idim. Yəni çox işləmişəm. Yenə qayıtmaq istəyərdim. Nostalji kimi qayıtmaq istəyərdim, amma nə isə dəyişərdimmi? Bəlkə artırardınız.
Bəlkə artırardım, Dəyişməz, daha da dəyişməz. artırardım, daha da yəni ki artırardım, amma azaltmaq yox. Yəni ki azaltmazdım, artırardım. Biz könüllülük çox önəmlidir. Amerikada, Avropada 50-60 yaşında şəxslər belə könüllü olur. Gedirlər könüllü şəkildə nəsə bir iş görürlər, ondan zövq alırlar. Bizdə biraz formalaşıb, amma tam formalaşmayıb. Yəni biz düşünürük ki, hər bir dənə addımımızdan pul qazanmalıyıq. Amma onu pul qazanmaq kimi də istifadə edə bilərlər. Hətta mən sizə deyim, networking bizə o qədər yaddır ki, bir sahibkar, bir idarəçi, bir şəxslə tanış olanda dərhal ondan maddi maraq gözləyir. Hə, məndən nəsə al. Amma düşünmür ki, bəlli bir zaman keçsin, mən bundan yaxşı əlaqə qurum. Onun bəlkə də mənə gətirdiyi müştərilər ola bilər. Onun yaxşı reklamı ola bilər. Bunu biz bu uzun müddətli bir strategiya, yəni qısa müddətdə heç nə eləmək olmaz. Bunu planlamaq lazımdır. Bəli, Uzaq əlbəttə görən ki. olmaq lazımdır. Bəli, yəni ki Maaş, ya siz elə bayaqlar məvacib qeyd etdiniz. Gənclərimiz üçün maaşdan daha önəmli nələr olmalı sizcə? Yəni maaş hansı ki məncə bir işə qəbul olan zaman 3-cü, 4-cü, hətta 5-ci planda olmalı. Düzdür, İşə razıyam. bağlayan olmamalı. Bəlkə bizə deyə bilərlər ki, yox, nə danışırsınız? Maaş olmasa mən necə ailə saxlayacağam? Okay, ona razıyam. Amma sadəcə olaraq sağlam mühit olmasa necə maaş qazanmaq zövq bilirsiniz, alınır? ən önəmlisi birinci gəlir komanda. İkincisi sağlam mühit, sağlam rəhbərlik. Səni başa düşsünlər, sənə empatiya duysunlar, səni aşırı yükləməsinlər. Bilirsiniz, insanın psixoloji narahatlığı olanda, sonra keçir sağlamlıq narahatlığı olanda artıq pul gözünə görsənmir. Nə qədər insan tanıyıram ki, yaxşı maaş alır, amma deyir ki, mən biraz az qazanmağı istəyirəm ki, daha rahat yerə keçim. Daha stabil, daha komfortlu nisbətən. Çünki yaxşı rəhbərliyi hamı istəyir, yaxşı komandanı, hamı toksiklikdən qaçır. Nə qədər desələr də ki, mən biraz şən yer istəyirəm, biraz qarışıq yer istəyirəm, o bəlli bir qısa müddət olur ki, insan onu alır, doyur, amma bir müddət sonra ona işgəncə olmağa başlayır. Yəni birinci gün sindromları başlayır, 5-ci gün iş qutaran kimi qaçır, şənbə bazar ümumiyyətlə ona çatmaq olmur. Halbuki işini sevən birisinə İstənilən vaxt normal qaydada, yəni ki, çatmaq olar, ona bir söz soruşmaq olar. Yəni işini sevmək çox önəmlidir. Onda belə başa düşürəm ki, komanda sağlam mühitdən çox şanslıdır komandamızda. Gənclərimizə buradan ilk mənim deyiş tövsiyə edərək ki, ilk öncə sağlam komandanı, sağlam mühit axtarmaq lazımdır. Bir gənc sağlam mühit qeyd ediriksə, sağlam mühit necə tapa bilər, necə bilə bilər? Çünki çöldəyik. Biz məsəl üçün şirkətin içini bilmirəm və görmürəm. Mən bunun sağlam olub olmadığını necə qərar verə bilərəm? Və yaxud necə yarada bilər? Çünki bəzən özümüzdən də asılıdır. Okay. Çoxlu sınamalıdır. Başqa yol yoxdur. Yəni birincisi özünü yüksəltməlidir. Öz bazar dəyərini yüksəltməlidir ki, mən şirkətlər üçün cəlb edici olum. Bax bunu fikirləşmək lazımdır ki, mən şirkətlər üçün cəlb edici olum. Məni yaxşı şirkətlər bir maqnit kimi özünə çəksin. Onda gedəcək o avtomatik sağlam mühiti tapacaq. Amma ona qədər də sınamalıdır. Bu işi biz çətin şirkətdə görmək lazımdır. Çətin şirkətdə görmək lazımdır ki, sən inkişaf eləyəsən, sağlam mühitdə onun qədrini biləsən. Bəzən sağlam mühitdə gəlirlər, birbaşa düşürlər. Elə bilirlər ki, bütün şirkətlər belədir, çıxır oradan peşman olur. Ona görə də biz çətin yerlərdə görməliyik, fərqli yerlərdə görməliyik ki, sağlam yerlər görək. Əgər sağlam yer yaratmaq istəyirlərsə, biznes qura bilərlər. Özləri üçün qura bilərlər. Bəli. Öz işlərinin ağası. Misal üçün mən özüm 25 yaşım olmamışdı. Dedim ki, yox, bir mühit qurmalıyam da özümə. Bu mühiti qurdum. Yəni ki, hal-hazırda da həmin o mühiti qoruyuram. Gələn adamlar bizim şirkətdən çox razıdır. Hətta getmiş adamlar belə ağızda olsa həmişə danışır. Mən özüm sizi 4 il tanıyıram. Həqiqətən sizin şirkətinizin qıraqda imici olsun, sizin o münasibət olsun. Həqiqətən çox sağlam mühit yetişdirmisiniz. Təşəkkür edirəm. Həqiqətən yaxşı ki var olasınız ki, yəni belə mühit yarada bilmisiniz. Bu gənclərimizin ən böyük problemlərindən biri də bu CV-də olan problemlərdir. Siz də özünüz bir HR-sınız. Sadəcə olaraq bilmək istəyirəm ki, gənclərimiz ən böyük səhvi CV-də sizə nəzərinizin qabaq harda edir? CV-də birincisi çox səhvlər var. Yəni fundamental, yəni ki, bu misal məlumatlar çox əldə edə bilərlər. Birincisi tələsirlər. Yəni ki, necə gəldi yanaşmaq olmaz. Yəni CV soyuq satış alətidir.
Necə ki biz mal məhsul xidmət təklif eləyirik, məsəl üçün bir marketoloq olaraq təklif eləyə bilərik və yaxud da ki deyək ki bu brenddir də, bunu aparırlar, satılır, qoyuram ki satılsın da, onu niyə alsınlar? Yəni sual vermək, bir dənə sual vermək lazımdır ki, məni niyə seçsinlər? Bunu heç kim cavablamır. Ha mən əlayam. Sonra yoxdur. Əlavə necə ölçə bilərsən? Ha, əlanı ölçə də bilmir. Yəni ki, səni digərlərindən fərqləndirən nədir? Ha, yaxşıyam da, yəni cəsarətliyəm, bunu eləyirəm. Nə iş görmüsən ki, həqiqətən də? Məsəl üçün denən ki, misal çək ki, mən falan işləri görmüşəm. Burada da dəqiqliyinə görə, peşəkarlığıma görə referanslarım var. Buyur, al. Bu tam dəqiq cavabdır. Hə, əlayam, işi görəcəm. Axı mən bilmirəm sən o işi görəcəksən yoxsa yox. Yəni bəzən olur ki, CV-lərə baxırsan, kopya hamısından, bunda da eyni bacarıqlar, buna nə oldu elə hamının eyni bacarığı var, fərqli bacarığı olan yoxdur. Yəni kopyalanmış məlumatları çox istifadə eləyirlər. Şişirdilmiş məlumatlar olur. Yəni bilmək lazımdır, şişirdilmiş məlumat əvvəl-axır üstə çıxacaq. Bunlardan qaçmalıdırlar. Yəni ki, öz brendləridir. Özlərini necə görürlərsə CV-lərdə. Öz brendini yaratmalıdır. Yəni özünə xas bir şey olmalıdır. Yəni hamının məsələn CV-sində individual, bəli. Hamının məsələn CV-sində olmamalıdır ki, mən analitik düşüncəm bacarıram. Time management. Time management. Okay də, yəni sən time managementin düzgün olmaya bilər. Analitik bacarıqların zəif ola bilər, amma sənin digər bacarıqların, xüsusi bacarıqların ola bilər. Bəs mən toksik mühitdən və ümumiyyətlə iş mühitindən danışanda həmin an ağlıma bir sual gəldi. Əsas bir situasiyadır, кейsdir. Öz təcrübənizdən əsaslanaraq deyə bilərsiniz əslində ki, komandanızda maraqlı bir komandanız var, təzə komanda qurmusunuz, gənclər var, müxtəlif yaş kateqoriyasından şəxslər var. Komandanızda bir nəfər çox yaxşı iş görür, rəqəm verir, nəticə verir. Amma yumşaq bacarıqları yaxşı deyil, komanda üzərinə yola getmir, biraz da üsyankardır. Ümumiyyətlə, komanda yönlü bir şəxs deyil, amma həmişə də bir şəxs tək işçi olaraq çox yaxşıdır. Belə olduğu halda siz həmin şəxslə hansı tədbiri görərsiniz? Ümumiyyətlə, saxlayarsınızmı komandada? Həmin gəzinə ya da nə tövsiyə edərsiniz? Komandada əgər şəxs çox yaxşı işləsə belə, dəyərləri komanda ilə üst-üstə gəlmirsə, orada qalmalı deyil. Məsəl üçün, bir nəfər yaxşı satış eləyirsə, deyək ki, rəhbərdirsə, amma işçilərinə çox pis, sərt davranırsa, onları incidirsə, o komandada qalmalı deyil. Yəni, dəyərlər komanda ilə uyuşmalıdır. Yəni, mənim şirkətin gözləntisi dəqiqlikdirsə, dəqiqlik olmalıdır. Dəqiqliyin yoxdursa, okey, sən yaxşı satış edə bilirsən, yaxşı reklamçısan, yaxşı marketoloqsan, amma bizə uyğun deyilsən. Yəni, bunu nəzərə almaq lazımdır ki, yəni şəxsdən daha yaxşıları var. Bu mümkündür. Ona görə də dəyəri üst-üstə düşmürsə, yəni yumşaq bacarıqları bizə uyğun gəlmirsə, nə olsun ki, yaxşı işçidir, yenə də bizdə qalmalı deyil. Çünki bu korporativ zəhərdir. O korporativ zəhərlənmə baş versə, bir dənə onda var hələ ki. Biz onu çıxartmadıq deyə gələcəkdə 10 nəfər birdən çıxartmaq məcburiyyətində qalacaq. Vaxtında hamını zəhərləyəcək. Bəli, hamını zəhərləyəcək. Bir də görəcəyik ki, komanda ümumiyyətlə əvvəlki komanda deyil. Bəli. Bəs olub ki, işə götürən həmin o zəhərli işçidən istifadə edir öz mənfəətinə. Amma komandanın zəhərləndiyini görmür. Ola bilər, hələ situasiyalarda ola bilər. Artıq şirkətin seçimindən asılıdır. Ümumiyyətlə mənim yanaşmam odur ki, yəni artıq görülürsə ki, bu mənfiyə doğru gedəcək, vaxtında qarşısını almaq lazımdır. Eybi yox, qoy ziyan olsun, amma ziyandan sonra xeyir gəlir. Təbii ki. İlkin siz gənclərimizə, şirkət bu günlər bir auditoriyanın qabağında, qarşımıza bir 1000 dənə gənc oturub və son olaraq sizə bir söz verir ki, İlkin müəllim, siz gənclərimizə indi bu saat həm tələbə olurlar, həm tələbəsi bitirib, amma geciksə də belə bir şansı var. Onlara nə məsləhət görərsiniz bu o dəqiqə ki, hardan başlasınlar, özlərini həm inkişaf etdirsinlər, həm iş tapa bilsinlər? Birincisi, özlərini kəşf eləsinlər. Baxın, çox yaxşı süni intellekt alətləri var. Süni intellektlə danışsınlar və onun özlərinə bir karyera yolu müəyyənləşdirsinlər ki, mən hansı istiqamət üzrə getməliyəm. Yaxşı istiqamət, bütün istiqamətlər yaxşıdır. Peşə də yaxşıdır, peşə yəni ki, öyrənmək, digər belə deyək də, korporativ işlər də yaxşıdır, hamısı yaxşıdır. Və hamısında yüksələ bilərsən, hamısında maaş, pul qazana bilərsən.
işin peşəkarsansa, fərqi yoxdur, istənilən sahədə ol, sən yaxşı pul qazanacaqsan. Əvvəl-axır. Rəqiblərə baxmayaraq. Bəli, rəqiblərə baxmayaraq. Şəxs özünü tanımalıdır. Özünü tanıdıqdan sonra özünə bir istiqamət çəkməlidir. Mən hara gedəcəm? Ondan sonra özünə yavaş-yavaş brendi formalaşdırmalıdır. Bilirsiniz, bəzən deyirlər ki, təlimlərə getməyim, bahadır və s. Amma yəni dövlətin dəstək olduğu peşə təlimləri var. Üstəlik də yəni onlayn pulsuz və 5 dollara, 10 dollara çox cüzi məbləğlərə kurslar var ki, şəxs ondan faydalana bilər. YouTube-da kurslar var, faydalana bilər. Yəni bunlardan faydalana bilər, özünü inkişaf etdirə bilər. Bəhanədir mənim üçün. Yəni bir şəxs deyirsə ki, məsələn üçün tıxacda qalmışam, deyirəm bəhanədir. Yəni Bakı onsuz da tıxaclı şəhərdir. Amma bir şəxs deyirsə ki, hə mənim pulum yox idi təlim almağa. Yaxşı pulsuzları niyə almamısan? Yəni bunlar da var idi. Yəni təlimlənməlidir, inadkar olmalıdır, düşünməlidir ki, yəni ki, bəzən elə bir ümidsizliyə qapılırlar ki, baxırsan ki 22-23 yaşı var. Yəni sənin axı 62-63 yaşın yoxdur. Xaricdə baxırsan ki 62-63 yaşında bir şəxsdir, əlifba öyrənir, nə bilim, özü üçün yeni dil öyrənir, onu eləyir, bunu eləyir, universitetə daxil olur, sürücülük vəsiqəsi alır. Adam heyran olur ki, yəni artıq yəni ki bu sadəcə o mən bir şey anlamıram ki, hərdən gənclərimizdə əmək bazarı 20 il bundan qabaq əmək bazarı deyil. Çox şaxəlidir, çox genişdir. Əlavə olaraq da özünü inkişaf etdirmək heç vaxt gec deyil. Bunu da çox gözəl bilirəm. Və 30-dan plus olsun və 30 aşağı olsun, sual verəndə ki, nə işləmək istəyirsən? Bilmir. Təəssüf ki, nə iş var? Onu nə işləmək istədiyini bilmir. Oturur və günahkar da bir ki, şeydir ya, əmək bazarımız bəs pis. Amma məncə elə deyil. Məni götürmədilər, işə götürən başqasını götür. Bilirsiniz, günahkar çıxartmaq çox rahatdır. Mən bu gün uğursuz olum, deyəcəm ki, filan kəsdir günahkar, ailəmdir günahkar, cəmiyyətdir günahkar, nə bilim, X adam idi günahkar, mən işə şirkət idi günahkar. Tamam, bununla nə düzələcək? Heç nə düzəlmir. Özünü günahlandırmaq lazımdır. Məni niyə götürmürlər? Deməli məndə nəsə var da. Yəni özünü analiz eləməlidir ki, məndə nəsə var. Bəlkə bir özümə də baxım. Bəli. Məsəl üçün birdən deyirlər ki, 50 yerə CV göndərdim, alınmadı. Sən bir imtahan səbəbinə bax gör. Onun yerinə qoy özünü. Sən özünü işə götürərdin. Deyəcək götürərdim. Yaxşı, nəyə görə götürərdim? Deyə bilməyəcək. Ona görə də bir şəxs əgər özünü tanımırsa, özünü kəşf eləməyibsə, hətta özünü analiz eləməyibsə, yəni onun uğur qazanması çox azdır. Belə bir kes danışım. Mən təlim keçən zaman bir gənclərimizdən birinə qayıtdı mənə söz dedi ki, bəs mənim işləmək istəyirəm, lakin CV-mə baxmırlar. Dedim, ola bilən CV-nizə baxım. Qayıtdı dedi ki, bəs CV-m yoxdur, CV-mi əllə yazıb göndərmişdim. Heç olmasa əllə yazıb ver. Baxıram sadəcə bir söz yazıb. Mən falan kəs, falan kəs, bu qədər yaşım var, bu işi bacaram, xahiş edirəm məni işə götür. Bu sualı verib sadəcə və HR-dan cavab gözləyir bu sözdən sonra. Və ona siz verdiyiniz sualı verdim. Sizə yazan belə birini işə götürərsiniz. Sakit. Yəni gənclərimiz bu mövzuda siz demişik ki, müəllim, istəyir sizin təlim kursuna gəlsinlər, istəyir digər bir şəxs gəlsinlər, özlərini inkişaf etdirməkləri məsləhət görürəm ki, həqiqətən əmək bazarımız çox şaxəli və çox genişlənib. 20 il bundan qabaqçı qəti deyil. Hətta 10 il bundan qabaqçı da deyil. Sadəcə o networkingimizi genişləndirib, özümüzü inkişaf etdirsək, düşünürəm ki, və sizin kimi insanlardan faydalansaq yaxşı mənada, düşünürəm ki, daha yaxşı gələcəyə addımlar ata bilərik. Yenilikləri izləmək lazımdır və yenilikləri yaradan şəxsləri də izləmək lazımdır. Və İlkin müəllimin sözünə qüvvət, İlkin müəllim yekun olaraq bildirirdi ki, karyera planlamasını aparmalıdır, davamı olaraq brendinqini qurmalıdır. Bir məlumat verim ki, əziz izləyicilər, biz bundan əvvəlki podkastlarda artıq ilk podkastımız karyera planlaması ilə bağlı idi. İkinci podkastımız isə elə müəllimin sözünə qüvvət brendinq ilə bağlı idi. Onları da izləyərək daha ətraflı öz fikirlərinizi tamamlaya bilərsiniz. Və İlkin müəllim sözünə qüvvət olaraq qeyd etmək istəyirəm ki, pulsuz kursları YouTube-dan və yaxud da LinkedIn-dən və yaxud da Google-dan, platformadan araşdırıb tapa bilərsiniz. Və İlkin müəllim hətta özünə belə müraciət edə bilərsiniz ki, sizə məsləhət verə bilsin və köməklik göstərə bilsin. Hətta İlkin müəllimdə öz təlim şirkəti var. İlk öncə bildirmişdik. İlkin müəllim buraxılmışız bu qədər.
Çox təşəkkür edirəm ki, yaxınlaşdınız, gəldiniz, dəvətimizi qəbul etdiniz. Həqiqətən çox faydalı və maraqlı oldu. Çünki özüm də gənc hiss edirəm. Düzdür, 30-a tamamı az qalıb, amma biz də gəncik. Biz özümü gənc hiss edirəm və həqiqətən özümə çox maraqlıdır ki, gələcəkdə məsəl üçün gənclərə necə fayda ola bilərəm. Necə başqa cür faydalar verə bilərəm. Sadəcə təlimlə bitirmək istəmirəm. Çünki biz podkastı çəkəndə də, mən təlim verəndə də heç vaxt ucunda maddiyyat fikirləşməmişəm. Çünki bizim cəmiyyətimizin həqiqətən gənclərimizin maariflənməyə ehtiyacı var. Hər birimizin sosial məsuliyyəti olmalıdır, Bəli. birbirimizi dəstəkləyək. Yəni region olaraq balaca region olsaq da, biz burada həqiqətən Amerikadan yaxşı bir cəmiyyət formalaşdıra bilərik. Rəqibimiz çoxdur. Rəqibimiz çox olsa da biz birinci ola bilərik deyə düşünürəm. Çox sağ olun bir daha. Xoş oldu gəlməyiniz. Xoş oldu gəlməyiniz. Təşəkkür edirik. Bizi izləyənlər var olasınız. İnşallah gələn görüşlərdəyik.